Bugün beynəlxalq münasibətlər bəlkə də heç vaxt olmadığı qədər proqnozlaşdırıla bilməyən məcrada inkişaf eləyir. İnkişaf sözü əslində burada cümlənin məzmununu və formulirovkasını tamamlamaq üçün istifadə olunur. Onu heç bir tərəddüd etmədən tənəzzüllə də əvəz etmək olar. Çünki 2-ci Dünya müharibəsindən sonra, hətta Sovet İttifaqının dağılması dönəmində də Avrasiyada bu qədər hərbi ziddiyyət, hərbi toqquşmalar yox idi. Münasibətlərdə böhranlar dərinləşir, münaqişələr bir-birini əvəz eləyir, heç kimin sözü heç kimin boğazından keçmir, ənənəvi marşrutlar, ənənəvi boğazlar əməkdaşlığı təşviq etmək əvəzinə təzyiq alətinə çevrilir və sair və ilaxır. Məsələn, bizdən bir neçə kilometr şimalda və cənubda nəhəng güc mərkəzləri ən dağıdıcı silahlardan istifadə etməkdə tərəddüd etmirlər. Toqquşmaların həndəvərində Cənubi Qafqazda vəziyyəti stabil saxlamaq, 30 illik münaqişədən sonra bölgəni sülh reysləri üzərinə qaytarmaq asan deyildi. Bəli, mən prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik. Onlara nəzarət edə bilərik, lakin bəzən bu çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm. Əksinə, mən keçmiş Azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şey edərik. Bu hələ həmin vaxtlar idi ki, Ermənistanda müharibənin isterikası aradan qalxmamışdı. Cəmiyyət, revanşizm və sülh düşüncəsi arasında var-gəl edirdi. ...2022-ci ilin oktyabrında Praqada tərəflər ilk dəfə olaraq Almatı bəyannaməsinə istinad etməklə bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü ilk dəfə dəqiq ölçülərini göstərməklə qəbul etməsi idi. Təbii ki, İrəvanı düz yola gətirən 2 il öncəki dəmir yumruq, masadakı dəmir məntiq, arqumentlər və Prezident İlham Əliyevin ardıcıl siyasi diplomatik təzyiqi idi. Eyni zamanda Bakıdan səslənən mesajlar Ermənistan cəmiyyətinə təsirsiz ötüşmürdü. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır. Naxçıvana yolumuz açılmalıdır. Və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu bizim şərtlərimizdir. Mən bu şərtləri, bax burada Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bugün buradayıq və burada əbədi olacağıq. Və onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görsənir. Biz də görürük o kəndləri. Yəni onu da unutmasınlar. Bu bəyanatdan cəmi 4 ay sonra Azərbaycan bölgəni separatçılardan təmizlədi və suverenliyini təmin etdi. 23 saatlıq lokal antiterror tədbirləri kifayət etdi ki, Xankəndidən Azərbaycana meydan oxuyanların bir qismi dabanlarını parıldadaraq İrəvana doğru üz tutsunlar, bir qismini isə təbii ki, Bakı təcridxanası gözləyir. ...2003-cü ilin oktyabrında Azərbaycan xalqı İlham Əliyevin prezidentliyini dəstəklədi və son 20 ildə
ölkəmizlə bağlı, ölkəmizdə baş verən hadisələr bu seçimin nə qədər uğurlu olduğunu təsdiqlədi. Azərbaycan ərazi bütövlüyünü təmin etdi, əsas hədəfə nail oldu və bu gün Ali Baş Komandan suverenliyimizin təmin olunmasının rəmzi olan Xankəndidə 3 rəngli bayrağımızı dalğalandırır. Xankəndi isə bir əsr sonra, yəni 1919-cu ildə Cümhuriyyətin bu şəhərimizdə keçirdiyi paraddan sonra ilk milli və legitim paradı qəbul edirdi. İlham Əliyevin səsvermə hüququndan məhz Xankəndidə istifadə etməsi Azərbaycanın bir qərinəlik tarixi dövründür. Eləcə də ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının siyasi yekunu əzəmətli bir nida işarəsidir. Azərbaycan bölgəni addım-addım sülhə yaxınlaşdırırdı və hər addımda aydın olurdu ki, regionun gələcək yol xəritəsi Bakıda müəyyən edilir, hansısa başqa paytaxtlarda yox. Ümid edirəm ki, bizim bütün sülh müqaviləsi ilə bağlı şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi, bunsuz sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya bilərik və öz siyasətimizi apara bilərik. Nəhayət, ötən ilin iyulunda Əbu-Dabi görüşündə Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul etməyə məcbur oldu. Görüş ərəfəsində sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının 2 haqlı tələbi var. Bunlardan birincisi ATƏT-in Minsk qrupunun buraxılması, faktiki olaraq münaqişə keçmişdə qalıb və Minsk qrupu fəaliyyətsizdir. İkincisi isə Ermənistanın əsas qanununun, konstitusiyasından Azərbaycana ərazi iddiasının çıxarılması. Vacib görüşdür. Keçmişin tozu tamamilə silinməlidir. Nəhayət, sülh müqaviləsi Vaşinqtonda Amerika Birləşmiş Ştatları prezidentinin şahidliyi ilə paraflanacaqdır. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla
barışmalı oldu və ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlamışdır və artıq neçə aydır ki, tərəflər bəyan etmişlər ki, sülh sazişinin bütün maddələri artıq razılaşdırılıb. Və bu hesab edirəm ki, Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Və bugün Ağ Evdə paraflanan sülh sazişi əminəm ki, artıq bölgəyə sülh gətirir. Nəhayət bugün Cənubi Qafqaz yeni era astanasındadır. Təmas xəttində atəşkəsin pozulması, toqquşmalar, itkilər barədə xəbərlər yerini tərəflər arasında ticarət və transit əlaqələrinin qurulmasına verməkdədir. Azərbaycandan Ermənistana növbəti dizel yanacağı göndərilir. Rusiyadan Ermənistana Azərbaycanı tranzit keçməklə 488 ton taxıl, yəni 7 vaqon taxıl yola salınır. İndi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və ora salınan bütün maddələrindən müəllifi də bizik. Bu həftə seçki marafonunun yekununda Ermənistan cəmiyyətinin revanşistləri dəstəkləməməsi də Azərbaycanın müəyyən etdiyi yol xəritəsinin təsir komponentlərindən idi. Ermənistan seçim etməli idi. Ya bütün bölgəni yenidən müharibə mərhələsinə qaytarmaq, ya da ev tapşırığını yerinə yetirmək, sülhə hazırlaşmaq. Bakının tələbi isə sadədir. Sülh davranışlarla təsdiqlənməlidir. İndiki halda İrəvandan yalnız bir gözlənti var. Konstitusiyanın dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması. Son seçkilərdə səslənən revanşist şüarlar göstərdi ki, bölgəni gələcək müharibə riskindən qorumaq üçün ümidlərə və bəyanatlara yox, yalnız və yalnız sənədlərə istinad etmək lazımdır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz səni tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacaq, bu Ermənistan öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki vaxt itirmək məncə lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir. Bugün Ermənistan cəmiyyəti, Ermənistan seçicisi məhz regional sülhün bərqərar olunmasında tam maraqlıdır və Ermənistanda keçmiş bu seçkilərdə də artıq insanlar öz iradəsini ifadə etdilər, səs verdilər və elə bu nəticələrə əsasən məhz bu regional sülhün bərqərar olunmasına, eyni zamanda Azərbaycanla münasibətlərin normallaşmasına çalışan Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası qalib gəldi və bu qalibiyyət onu göstərdi ki, həqiqətən də artıq Ermənistan cəmiyyəti bugün həmin bütün o münaqişələrdən, qarşıdurmalardan artıq yorulubdur, bezibdir və artıq daha güclü həm siyasi, həm iqtisadi, həm diplomatik baxımından güclü Ermənistan görmək niyyətindədirlər və bəli, orada ki, cəmiyyətin müəyyən hissəsi müxalifətdə olan qüvvələrə səs versə də, amma ümumilikdə götürəndə artıq bu Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi deməkdir. Artıq o deməkdir ki, həmin partiyanın rəhbəri artıq sərbəst şəkildə hökuməti formalaşdırmaq hüququnu artıq qazanır və təbii ki, Ermənistanın növbəti 5 ildə
fəaliyyəti təbii ki, Azərbaycanla münasibətlərin normallaşmasına, eyni zamanda bu sülhün tam şəkildə bərqərar olunması üçün Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə yönələcəkdir. Buna heç bir şübhə yoxdur. Ermənistanın gələcəyinin təmin edilməsi və ümumiyyətlə Ermənistanın həm beynəlxalq aləmdə, eyni zamanda Cənubi Qafqaz regionunda bir dövlət kimi formalaşması məhz Azərbaycanla münasibətlərin düzgün qurulmasından keçir. Əslində Ermənistan nəticə etibarilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yəni praktik addımlar atılmalıdır. Çünki sülh gündəliyin irəli aparılmasında və sülhün əhəmiyyətinin Ermənistan cəmiyyətində dərk edilməsində ölkəmizin müstəsna rolu var və təbii ki, bu gün baş verənlər bölgədə nə baş verirsə, birbaşa Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsidir və gözləntilər də əslində çox sadədir. Yəni prinsip etibarilə bu Ermənistan ərazi iddialarından hüquqi müstəvidə əl çəkməsi və nəticə etibarilə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi bu asılı mərhələdə təbii ki, həyata keçirilməsi vacib olan addımdır. Paralel olaraq bununla yanaşı bəlli olduğu kimi qondarma təsisatın və müxtəlif təzahürləri var. Bu həm Ermənistan ərazisində, Ermənistan ərazisindən kənar müxtəlif təsisatlarda fəaliyyət göstərirlər və Ermənistan hökuməti, gələcək hökumət bu istiqamətdə konkret addımlar atmalı və etimad mühitinin formalaşdırılması istiqamətində özünün mövqeyinin bir mənalı olduğunu sübuta yetirməlidir. Görünən odur ki, erməni xalqı da yaxşı anlayır ki, regionun əsas güc mərkəzi ilə Bakı ilə konfrontasiya müsbət heç nə vəd etmir. Odur ki, Azərbaycanın ətəyindən möhkəm yapışmaq lazımdır. Azərbaycanın gündəliyi, siyasəti bütün bölgəyə sülh, əməkdaşlıq və rifah vəd edir.